Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bir neçə günlük fasilədən sonra yenə də sizin xidmətinizdik. Əvvəlcə onu qeyd edək ki, narahat olanlar oldu bizdən ötürü. Azərbaycandakı yaxınlarımızdan, siz əzizlərdən. Səbəb məlumdur, biz o yaxınlarımıza da müxtəlif platformalar vasitəsilə çatdırdıq ki, mənim özümün şəxsən çoxdan gözlədiyim bir işi gördü İran. İnternet, yəni xarici platformalarla əlaqəni bir 2-3 günə yaxın kəsdi, tamamilə kəsdi. Bunun da bir çox təhlükəsizlik səbəbləri var idi. Çünki sayberi ağır döyüş gedirdi, kibernetik döyüş gedirdi və həm də daxildəki muzdurların bir-biri ilə əlaqəsi böyük ölçüdə kəsildi və böyük ölçüdə səsləri boğulub, bir-iki arada bir təxribat törətməyə çalışırlar. Onlara da sabah, bugün axşama qədər İran məhkəmə orqanları vaxt verib ki, gəlin təslim olun. Dünəndən sırağa gündən vaxt verib. Dünən axşamdan indiyə qədər də bir çox muzdur təslim olmağa məcbur olub, gəlib özlərini təslim ediblər. Videoları var, Telegram kanalımızda yenidən fəaliyyətimizi bərpa etmişik. Kanalımızın da linkini həmişə olduğu kimi bu proqramın başlıq və adlıq bölməsində abunə ola bilərsiniz. Vəziyyət xülasə olaraq belədir. Bilirik, oradakı xəbərlər bizim yaxınların narahatçılığından bizə məlum oldu ki, oradakı xəbərlər əslində Azərbaycan cildi geyinmiş siyonist medialar necə hoqqabazlıq edir. Bizi izləyənlər bilir, biz bu barədə çox danışmışıq. Mən bugün çox təhlil vermək istəmirəm. Sadəcə xülasə, indiki bu dəqiqə vəziyyətin xülasəsini sizə başa salmaq istəyirəm. Vəziyyət budur. Təsəvvür edin, bir dənə it gəlir bir şirin üstünə hürür. Bir dəfə, iki dəfə, üçüncüdə biraz yaxından hürür. Bir cırmaqdan filan atır şirin üstünə, böyük axmaqlıq eləyir, ali məqamlı rəhbərin buyurduğu kimi. Şir ayağa qalxır, o itin də arxasında himayə edən çaqqallar var. Şir qalxır ayağa, iti yıxır yerə, it əlində başlayır zincirləməyə və xırıldamağa. Çaqqallar o tərəfdən, bu tərəfdən ulaşırlar, zincirləyirlər, gəlirlər şirin üzərinə. Şir bir dənə üzün döndərir, baxır, çaqqallar durur kənarda. Çaqqalların da dəfələrlə dediyimiz çaqqal batilin bilirsiniz də, rəmzidir də, bizim söhbətlərdə. İki yolu var da, tamahlandırmaq, bir də qorxutmaq. İkisi də yalancıdır. Müvəqqəti o şirin pəncəsinə keçən, xırxırəsi, xırtdəyi şirin əlində qalan o iti xilas eləmək üçün. Bu dəqiqəki vəziyyətin xülasəsi budur. Telegram kanalımızı da çox paylaşın, abunə olun. İnternetlər burada Wi-Fi ilə açılıb, müəyyən qədər Wi-Fi fəaliyyət göstərir, xarici platformaların yolu açılıb. Telefonla olan internetlər də inşallah üzü axşama açılmalıdır. Bəzi yerlərdə açılıb bu telefon internetləri də. İnşallah problemlər həll olur. İran böyük koalisiya, necə ki İrana qarşı istəyir iqtisadi, istəyir hərbi sektorlarda və siyasi arenada koalisiya təşkil edirlər, çaqqal sürüsü. Kəşfiyyat arenasında və sayberi, kibernetik arenada da bu işləri gördülər. Ona görə İran bu günlər ərzində onların kibernetik mərkəzinə də ağır zərbə indirdi. Microsoft'un binasına da zərbə dəydi. Necə ki Mossadın mərkəzi dağıdıldı və çox yüksək rütbəli zabitləri cəhənnəmə vasıl oldu. Bəzi xəbərlərə görə Netanyahunun oğlu da yaralanıb. Bəzi İranda xəbərdarlıq mesajlı videolarda yayımlanır. Netanyahunun da növbəsi ola bilər. Dəqiq deyə bilmərik hadisələri, amma onu deyə bilərik ki, yadınıza gəlirsə bizi izləyənlər yaxşı bilər. Biz həm Yəmən ki deyirdik 2-ci İranda, həm İranın məsələsində strateji hər sektorda, iqtisadi, kəşfiyyat, kibernetika, hərbi
arenada İran və ona bağlı müqavimət qüvvələrinin yorucu və yaygınlaşdırıcı döyüşü Allahın lütfü və inayəti ilə gözəl bacarmasıdır. Ali məqamlı rəhbər söz vermişdi, biçarə xahid şod, bədbəxt olacaqsınız, biçarə olacaqsınız. Sözün həqiqi mənasında bu it zincirləyir. Yəni Netanyahu kimi donquldayan adam 2 gündür zincirləyir və dünyanın bəlkə də bəzilərinin hələ fil qulağında yatanların görsə inanmayacağı şəkildə qəbul edir ki, çox ağır zərbələr yemişik, vəziyyət xarabdır. Əlbəttə bunun bir səbəbi də var. O da İranın biraz içəridəki məhdud sayda dediyimiz liberalları da işə salsınlar. Bununla yanaşı İran daxilində xalqın arasında qorxu yaratmaq, bu 2 paralel xətti aparmaqla hökumətə öz aləmlərində təzyiq gətirsinlər ki, həm liberallar desin ki, görürsünüz, xalqı da yatırsınlar belə. Görürsünüz, İsrail özü artıq qəbul edir ki, nabud oluruq. Ürəyiniz soysun, bəs də artıq vurmayaq. Bir tərəfdən də bir qismət kütləni qorxusunlar, içəridə xalqın digər qismini ki, görürsünüz, biz saxlamasaq, məsələn, içəridə təxribat. Halbuki, təxribat 8 gündür İran şumlayır, sözün həqiqi mənasında şumlayır. Elhamdülillah Rabbil aləmin. 8 gündür bundan öncə başlayan bu təxribatın böyük ölçüsü ortadan aparılıb. Arada bir bizim elə bu qumda ya məsələn hardasa bir təxribat törətməyə çalışırlar. Onların da xəbərdarlığı verilib, təslim olanları var. Sabaha qədər də, bugün gecəyə qədər təslim olmayanlar qalsa daha şiddətli formada. Çünki indiyə qədər yüzlərlə casus hələ İmam Zamanın naməlum anonim əsgərləri tərəfindən, İran Təhlükəsizlik Xidmətləri orqanları tərəfindən elhamdülillah həbs edilib. Bu şir ayağa qalxır. Bunun bir pəncəsinin altında o quduz itin xirtləyidir. Gələn proqramlarda daha geniş təhlil edəcəyik. İnşallah Amerika onsuz da döyüşə girib, Amerika filan o birlər. İngiltərə qorxusundan yenə də qoca tülkülük edir. 2 gündür bəyanat verir ki, biz İsrailə kömək etməmişik, etməyəcəyik də. Onlar da bilir başlarına nələr gələcək. Sizə söz veririk. İnşallah həm təhlilləri edəcəyimiz barədə söz veririk, həm də Amerikanı gözləyən sürprizlər barədə söz veririk, təhlil edəcəyik. Mən bunu qısa kəsdim ki, həm ona görə ki, əzizlər bilsin ki, vəziyyət nədir, həm də elə o internetimizin bağlanan günü mən rəhbərimiz 2-ci dəfə xalqa xitab eləmişdi, onu təhlil etmişdik biz. Onu da yerləşdirəcəyik videosunu inşallah. Kanalımıza daha çox abunə olun, daha çox paylaşın, ürəyinizi buz kimi saxlayın. Gələn proqramlarda tarixə, faktlara, mötəbər Allahın elminin təcəllisi olan Əhl-i Beyt və Qur'an kəlamlarına, Tövratın və Yahudi xaxamların öz proqnozlarına əsasən də bəzi mətləbləri sizin xidmətinizə çatdıracağıq ki, %100 haqqımız olmasa da, artıq biz əvvəl deyirdik %100 haqqımız olmasa da, məsələn, böyük ehtimal. İndi böyük ehtimaldan daha böyük ehtimal siz də verəcəksiniz ki, bu döyüşlər Məkkənin fəthi öncəsi döyüşlərdir bir növ. Xeybərin bir cür fəthidir. Biz deyirdik, yadınıza gəlir, fəth yaxındır. Unutmayın, Fəth surəsini oxuyun. Bacarmayanlar Nəsr surəsini oxuyun. Deməyin, effekti çoxdur. Elhamdülillah effekti çoxdur. Sınanılır, effekti çoxdur. Onlar magiyaya, tarix boyu, onlar bir neçə min ildir, magiya ilə məşğuldur. Amma onların magiyasını batil edən hər bir qüdrətin mənbəyi və özü və axırı, əvvəli, hər şeyin həqiqəti Həzrət Haqq Allah Teala'dır ki, bizim arxamızda odur və bu günlərdə açıq şəkildə görünür. Allahın izni ilə siz də birbaşa hər şeyin kökünə müraciət edin. Hər şey onundur və onun bumerangında oynayır. Allahın izni ilə qələbə çox yaxındır və inşallah Qüds də bizimdir. Yaxında Qüdsdə də namaz qılarıq Allahın izni ilə. Dediyim kimi bu sadaladığım faktorlar, tarixi filan faktorlara əsasən gələcək proqramlarda təhlillərimiz
olacaq Allahın izni ilə. Ehtiyata bəli proqramı var. Bəli, ya soruş. Bəli, bizim dildə yazılır bale. Bale. İranın platformasıdır, xaricdə də tutur. Əlaqə saxlamaq üçün bizə şəxsi də yaza bilərsiniz. O proqram vasitəsilə ki, şəxsi nömrəmiz Telegram səhifəmizin şərh bölməsində var. Və Soruş Plus yazılır. Soruş Plus. Bunu da yükləyib xarici nömrələrlə abunə ola bilərsiniz. Şəxsi də əlaqə saxlaya bilməsəz, çalışacağıq ki, ehtiyatən ya Soruşda ya Bəlidə bir kanal vuraq, elə bu adla Reza Kazemi kanalı vuraq. Reza yox, Reza. Yəni YouTube-dakı, Telegramdakı yox. YouTube-dakı adımız Reza Kazemi. İndi görək orada kanal vura bilsək, kanal vurarıq inşallah. Yəni internet ki düzəlir, əlhamdülillah. Birdən ortada lazım olsa hansısa bir kibernetik döyüş baş versə, yenidən orada sizin xidmətinizdə olaq. Amma bunu da deyim, yenə də deyirəm, kibernetikdə böyük zərbələr vurmuşuq, əlhamdülillah. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.